Salam əziz dostlar. Bugün biz çox vacib bir məsələni müzakirə edəcəyik. Həmsöhbətimiz Amerikadan siyasi təhlilçi Əhməd bəy Haşimidir. Əhməd bəy, xoş gördük sizi. Çox sağ olun. Təşəkkür edirəm bu fürsət üçün. Əhməd bəy, siz Güneyli soydaşlarımızdansınız. Zamanında İran daxilində hakimiyyətdə də bir iştirakınız olub. İran daxili cəbhələrinə bələdsiniz. İranın siyasi sisteminə, siyasi elitasına hər halda konfiqurasiya bələdsiniz. E, Mən böyük bir sir açmıram. Deyəcəm ki, İran ətrafında hazırda vəziyyət kritikdir. Hər an zərbələr ola bilər, hər an müharibə, bu dəhşətli kəlməni tələffüz eləmək belə dəhşətli nəysə. Hər an müharibə başlaya bilər. Bu da regionda çox böyük fəsadlar olacaq, o cümlədən Azərbaycan üçün və ətraf ölkələr üçün də. Bu günlərdə xəbər getdi ki, Euronews kanalı yaydı bu xəbəri ki, o da Amerikanın New York Times qəzetinə istinadən belə bir xəbər yayıldı ki, ali rəhbər, yəni Xameyni, İranın ali dini rəhbəri, bu stres idarə etməsi vəziyyətində, şəraitində artıq bütün səlahiyyətləri Larijaniyə, Əli Larijani, bu çox xüsusi fiqurdur İran hakimiyyəti içərisində. Ümumiyyətlə bu çox nüfuzlu ailədir. İran idarə etməsində çox uzun illər bu siyasi elitanın olimpində yerləşib və nəhayət belə çıxır ki, bu hər halda bu qəzetin iddiasıdır. Bu nəşr iddia edir ki, ali rəhbər çox yaşlı və halsız olduğu üçün sanki bütün öhdəlikləri bu zərbə vurulacağı təqdirdə də idarə etmənin iflic olmaması üçün bütün bu məsələləri Larijaniyə həvalə eləyib. Sual belədir, işdir, bu hadisə başlasa, bunu yəni dünyada heç kim deyə bilməz. Elə bir insan yoxdur bu dünyada ki, bu desin ki, dəqiq ayın neçəsi başlaya bilinmir. Amma çox mümkündür ki, ola bilər. Çox böyük bir faiz, yəni ola bilər və İranda daxildə hansı bir konfiqurasiya yaranacaq? İran siyasi hakimiyyətinin buna cavabı necə olacaq? Siz necə düşünürsünüz? Əgər zərbələr olsa, İran daxilində vəziyyət necə ola bilər? E, Elmir bəy, mən hər şeydən öncə bunu demək istəyirəm ki, e, indi bu sabah bir görüşmə olacaq. Mən elə zənn edirəm ki, bu son fürsətdir diplomasiya üçün. Hı Yəni hı. Amerika əlbəttə bəlli edib ki, nələr istəyir İrandan. İrandan tam təslimiyyət istəyir. İstər nüvə proqramı olsun, ondan tam olaraq vaz keçməlidir, onu zənginləşdirməsindən. Hətta barışçıl İranın dediyinə görə barışçıl və yaxud sülhamiz e, məsrəf üçün, tüketim üçün də ondan da vaz keçməlidir. İranın nüvə, ballistik, İranın muşəkləri, roketləri, ballistik özəlliklə bunların bordu qısalacaq. Bunlar artıq İsrailə bir təhlükə olmamalıdır, Avropaya olmamalıdır. Bunların həcmi və sayı azalmalıdır və İran o nəyabəti güclər ki var bölgədə, onlardan vaz keçməlidir. Onların artıq himayəsindən əl çəkməlidir. Bunlar yəni çox ağır tələblərdir, istəklərdir. İran rejimi bunları qəbul etsə tam bir təslimiyyətdir. Sanki bu 47 ildə bütün apardığı siyasətlər yanlışmış, səhv imiş, buna etiraf etməlidir. Sanki bütün bu həzinələr ki İran verdi, həm nüvə proqramı üçün, həm o bölgədəki qüvvələr üçün bunlar heçə çıxıbdır. Yəni ona görə İran da bu vəziyyəti qəbul eləyə bilməz. Ona görə yəni mən belə görürəm ki, bu danışıqlar çox önəmlidir. Danışıqlar sabahki danışıqlar nəticə verməsə, artıq diplomasiya üçün fürsət qapısı, fürsət pəncərəsi bağlanır. İran tərəfi üçün, Amerika tərəfi üçün ha belə Trump bunu böyük bir öncəlik eləyib xarici siyasətində İrana qarşı durmağı. Ona görə artıq Trump da geri addım atacaq bir vəziyyətdə deyil. İrandan ya ciddi imtiyazlar almalıdır bu saydığım sahələrdə və yaxud elə bu həmlə, bu saldırı olmalıdır. Belə ya da öyle bu şəkildə və ya o şəkildə Hı bir hı. şəkildə yəni İranın
saydığım 3-4 sahədə ciddi İrana qarşı hərəkətlər aparılmalıdır. Amma burada məsələni çox təhlükəli eləyən odur ki, təsadüfi bir escalation, təsadüfi bir gərginlik. Hı hı. Çünki hər iki ölkə savaş, müharibə halətindədir. Həm diplomasi, yəni diplomasiya zirvədədir. Biz görürük ki, ali səviyyədə görüşlər aparılır. Hətta söhbətlər ondan gedir ki, İran hər nə qədər də israr eləsə ki, qarşı-qarşıya, üz-üzə, göz-gözə müzakirə aparmayacaq. Biz görürük ki, o söhbətlər artıq çox zaman bunu çox aşkar etməsələr də, yəni aydınlığa gətirməsələr də, çox zaman görüşmələr üz-üzə, qarşı-qarşıya aparılır. Hər nə qədər Omman da bir vasitəçi kimi Hı. olsa bu iki ölkə arasında. Ona görə yəni bu həm müzakirələr zirvədədir, görüşmələr və həm o müharibə üçün hazırlıqlar. Və bu biz gördük ki, məsələn neçə gün öncə İran bir dron göndərdi o Amerikanın o savaş gəmilərinin olduğu bölgəyə. Əlbəttə ki, o vuruldu və Əlbəttə. saldırıldı. Amma məsələn buna bənzər təsadüfi hərəkətlər həm Amerika tərəfindən, həm İran tərəfindən istənilməz bir vəziyyət yarana bilər. Tam bir savaş vəziyyəti, bir müharibə vəziyyəti ola bilər. O məsələni çox təhlükəli eləyir. Amma Əli Larijani məsələsinə gəlincə onu mən də oxudum. Əlbəttə ki, belə bir ehtimal var. Amma mən elə görürəm ki, daha böyük ehtimal mənə elə gəlir ki, Sipahi Pasdaran, Sipah Hı hı. İranın o inqilabçı keşikləri ya Sipahi Pasdaran onlar daha üstün ələ malikdirlər. Yəni onlar əgər hər hansı bir dəyişiklik olsa, əgər məsələn hər halda bu da bir fərziyyədir, bu spekulyasiyondur ki, məsələn Xameneyi də vurula bilər. Məsələn, əgər bir savaş vəziyyəti, müharibə vəziyyəti olsa, Beyti rəhbəriyə də bir həmlə oluna bilər. Elə deyil ki, məsələn, Beyti rəhbəri Xameneyi öldürüldü və hər şey əlbəttə ki, ciddi bir zərbədir, ciddi bir yenilgədir İran hakimiyyəti üçün və o şiələr üçün, yəni o Hı vilayət hı. fəqi ideolojisinə inananlar üçün ki, İranda artıq xalqın bir çoxu inanmır. Amma o elə deyil ki, hər şey dağılsın. Sepah elə indi də daha üstün vəziyyətdədir. Ölkəni yönətmə məsələsində əlbəttə ki, Xameneyi o ali lider var, onun yanında Sipah da var. Daha çox İran bu aşırıcı, bu radikal qruplar gücü ələ alacaq. Sipaha bağlı olan, yəni Sipahın sərkərdələri, Sipahın o komandirləri və elə bir vəziyyət olacaq. Amma içəridə nə kimi görüşlər olur? Larijani mi, başqaları mı ona hər halda naib kimi, ona vəsi kimi əgər belə bir anlaşmalar varsa bizim xəbərimiz yoxdur bizlərin. Ee, Əhməd bəy, siz demək bu İran hakimiyyətinin bu söhbətlərdə, müzakirələrdə güzəşt ehtimalını ciddi sayırsınız. Ola bilər ki, güzəşt olunsun doğrudan da, yoxsa? İran hakimiyyəti indiyə qədər onu göstərib ki, hər hansı geri addım atmaq istəmir. Hı Amma hı. bir cəhətdən də savaş istəmir, müharibə istəmir. Əlbəttə hər iki ölkə, Amerikada bir Amerika əvvəl siyasətinə inanan bir prezident var ki, sonsuz savaşlara son vermək üçün gəlib. Hı hı. Onun şuarıydı o Hı. kampanyada, yani seçkilərdə falan. Özəlliklə Yaxın Şərqdə, özəlliklə Orta Doğuda, Yaxın Şərqdə bunların yaxşı sabiqələri yoxdur. Savaşlar uzayıbdır. Bunların istədiyi, Amerikalıların istədiyi kimi özəlliklə məsələn İraq olsun və ya başqa ölkələr olsun, istədiyi kimi qabağa getmir. O cür deyil ki, gəlsinlər, məsələn, vursunlar, yıxsınlar, hakimiyyəti dəyişdirsinlər, getsinlər. Yox, o qədər də rahat deyil. Özəlliklə İran kimi bir ölkə biz sevsək də, sevməsək də bir bölgə super gücüdür, bölgənin gücüdür. Hər nə Təbii, qədər də təbii. 12 günlük savaşda ciddi zərbələr alsa Amerikadan, İsraildən, hələm özəlliklə İranın o füzələrindən əndişə var, nigarançılıq var. İran əgər ehsas eləyə ki, artıq bu nə deyirlər, son günləridir misal üçün. İranın o ekzistensial təhlükə o vəziyyətdədir. Artıq bunların ehsas eləyərlər ki, uduzacaqları bir şey yoxdur. Çox təhlükəli ola bilərlər.
Bunlar bölgədə xaos yarada bilərlər. Körfəz bölgəsində, Ərəb körfəzi, Fars körfəzi bölgəsində Hormuz boğazını bağlaya bilərlər. Yəni bunlar bu hərəkətlər İran çünki biz görürük ki, tam müharibəyə hazır bir vəziyyətdədir. Necə ki Amerika da bu sabiğəsi yoxdur. Bunu bənzəri oxşarı görülməmiş bir vəziyyətdə bura silah gətirib, bura təyyarələr, savaş təyyarələri, savaş gəmiləri gətiribdir bu bölgəyə və bunu sadəcə nümayiş üçün, göstəri üçün əlbəttə gətirməyibdir. Bunu zorba diplomasiyası ya coercive diplomasi amaçlı gətirib ki, deyir ya mənim dediyimi qəbul elə və yaxud qarşılığında bu çomaq bu ağac gələcək başına dəyəcək. Yəni belə bir vəziyyətlə İran qarşı-qarşıyadır. Həm diplomasi zirvədə, həm eyni zamanda da hər iki ölkə savaş üçün hazırlıqlıdırlar və İranda əgər bu savaş olsa ki, əlbəttə dediyim kimi yenə Trump istəmir. Trump daha çox istəyir ki, imtiyazlar alsın İrandan. Bu olacaqmı, olmayacaqmı? İndiyə qədər İran rejimi bunu göstərib ki, bir addım geri atsa Xameneyi bu dərsi öyrənibdir. Həm Sovyet sistemində Sovyetlərdən bunu öyrənib, həm Şah dönəmində ki, bir addım geri atsa həm xalqa qarşı İran xalqının əksəriyyəti istəmir bunları. Amma bunlar gördük ki, neçə həftə öncə 30, 40, 50 milyonu, 50 min nəfəri öldürdülər ki, iqtidarda Dəhşət, qalsınlar. Lazım olsa dəhşət. bunlar 2 milyon, 3 milyonu da öldürərlər. Yəni bunu hər kəs bilməlidir ki, hər kəs istəyir bunlar getsin, amma bu qədər rahat olmayacaq. Təəssüf olsun ki, bir yəni e, qan hamamı bir vəziyyətinə dönüşəcək, tam bir iç müharibə, tam iç savaş vəziyyəti olacaq. Çox sayda insan, neçə milyonluq insan qırılandan sonra biz rejim dəyişikliyindən danışa bilərik. Yəni o qədər də təəssüf olsun. Kəşkə rahat olsaydı, kəşkə bunlar, mollalar görür ki, həm beynəlxalq cəmiyyəti bunları istəmir, həm İran xalqı bunları istəmir. Amma dediyim kimi bunların birinci gedəcək yerləri yoxdur. Bunlar Bəşar Əsəd deyirlər ki, Suriyədə özü və ailəsini götürsün, qaçsın Moskvaya. Moskva da bunları istəmir. Moskva bir ifrati, aşırı, radikal şiyələri burada bunlar bir iki nəfər deyil ki, alsın. Birinci bunları istəmir. İkincisi istəyə bunları şiyələri, bəsiciləri, sipahiləri bunları alsın. Bunlar neçə milyondur cəmiyyətləri. 2, 3, 4 milyon ailəvi alsın. Belə bir potansiyel Rusiyada yox. Amma alsa bunlar gedib Çeçniyada, Çeçenistanda orada da yenə cihad elan edəcəklər. Oranı da yəni xaos destabilizə edəcəklər. Ona görə bunların gedəcək yerləri yox, qalacaq yerləri yox. Bunlar necə ki bir pişik bir köşəyə sıxışdırıldığı zaman sonuna qədər dirənəcək, müqavimət edəcək. Bunlar da belə bir vəziyyətdədirlər. Ona görə mən çox da əmin deyiləm bu yəni sabahki müzakirələrdən Amerikanın istədiyi bir nəticə çıxsın, amma heç kəs bunu bilmir. Bəlkə bunlar ölüm qalım məsələsidir, bəqa məsələsidir, existential məsələdir İran rejimi üçün. Bəlkə bunlarda bir ibarət var, qəhrəmancasına yumuşama, nərmiş qəhrəmananə. Bunu Xameneyi bu kəlməni ibda eləyibdir. O birinci müzakirələrdə 2015-də nüvə müzakirələrində bu ibarəti ortaya qoydu. Həm biz qəhrəmanıq, həm lazım olduğu zaman boynumuzu əyərik və yumuşama göstəririk özümüzdən. Bəlkə bu səfərdə, yəni sabah bir qəhrəmancasına yumuşama, qəhrəmancasına diz çökmək və boyun əymək olacaq, ola bilər İran hakimiyyəti tərəfindən və Trumpın istədiyi hamısı olmaz, ola da bilməz. Trumpın istədiyi budur ki, tam təslim olsun İran rejimi. O elə bir şey ola bilməz. İran rejimi tərəfi onu qəbul eləyə bilməz. Amma bəlkə ortada, arada bir məsələlər üzərinə anlaşdılar və savaşın önü kəsildi. Ə, Əhməd bəy, siz indi çox dəhşətli bir ssenarini təsvir etdiniz. Bu doğrudan dəhşətli bir ssenaridir. Amma mən başqa cür tərəfdən baxmağa cəhd eləyirəm. Sadəcə bu bir fikirdir də. Yəni belə bir dəhşətli stresin qarşısında faktiki, yəni yayda məğlub oldular da.
12 günlük müharibə məğlubiyyət idi. Aşağı yuxarı belə idi də, yəni. İndi də çox qorxunc bir güc toplanıb Körfəz ətrafına. Çox dəhşətli gücdür. Yəni mən heç təsəvvür eləmirəm nə zamansa tarixdə olub bu qədər qüdrətin bir yerə yığılıb gəlib bir ölkə ilə qarşı durmaq üçün yığılması, yəni. E, Bu streslər, idarə etmə stresləri və belə deyək, geosiyasi dalan şəraitində bəlkə İran hakimiyyətinin daxilində parçalanma ola bilər. Çünki ölkə daxilində ixtişaşlar yenidən başlayır, etirazlar yenidən alovlanıb, biz belə eşidirik. Düzdür, içəridən heç kim bunu dəqiq deyə bilmir bizə. Amma hər halda məlumat getdi ki, tələbələr, demək həmin o qırğınlarda həlak olmuş insanların 40 günündə yenidən qalxıblar ayağa. Bu da İran mədəniyyətində xüsusi bir gündür. Yadımıza salaq ki, şah rejimi devriləndə də öldürülənlərin 40 günü insanlar ayağa qalxmışdı yenidən. Yəni ölkə daxilində də böyük təhdidlərin olduğu şəraitində bu cür müharibə qorxusu qarşısında İran siyasi elitasının, hakim siyasi elitasının içində parçalanma ehtimalı görürsünüzmü, yoxsa necə? Yoxsa birləşəcəklər əksinə? Elmir bəy, çox önəmli, çox mühüm, vacib bir məsələyə toxundunuz. Çünki İran rejimi 2015, 2025-i elə bu ayaqlanmalarla, xaosla bitirdi və 2016-ya, 2026-ya çox dəhşətli bir vəziyyətlə girdi. Yəni əgər o sayda qətlam etməsəydi, bəlkə elə ciddi bir şəkildə hakimiyyət də çünki özəlliklə Tehranda əldən gedə bilərdi. Necə ki Trump da Ağ Evdən əmr vermişdi ki, gedin və idari mərkəzləri, dövlət dairələrini falan bunları təsərrüf edin və siz himayə dəstək gəlir. Siz heç Yoldadır, narahat kömək olmayın, yoldadır. dəstək kömək yoldadır, bəli. Və o əlbəttə ki bir çoxu siyasi təhlilçi bunu deyirdilər ki, da İran artıq bu səfər getməlidir. Əlbəttə onda şübhə yoxdur ki, bəlkə 2026 İranın son ili, İran rejiminin son ili ola bilər. Yəni bu şəkildə cinayət etməmişdi, eləməmişdi. Artıq İran rejimini dəstəkləyənlər də onlar da oturub düşünürlər ki, bu necə bir qəddar bir hakimiyyətdir. Necə 30, 40, 50 min nəfəri vətəndaşı öldürə bilər. Amma elə mən həman o qələyanda da ki, hər kəs deyirdi artıq İran bitdi, İran rejimi bitdi, İran getdi. Mən dedim ki, elə sizin toxundunuz, işarə etdiyiniz məsələni ortaya gətirdim. Birinci dedim İran siyasi elitasında bölünmə, bölüşmə, ikilik, inşiqaq olmadığı sürəcə bu rejim dəyişikliyi olmaz. İran milləti deyək ki 90 milyon İranda var, Cənubi Azərbaycan milləti, o biri xalqlardan var. Deyək ki bunlar hamısı əl versin əl-ələ ki elə bir imkan yox, elə bir vəziyyət yox. İranı dəstəkləyən də, İranı himayə edən də %15 15%, 20% hələm indi də ki indidir İranı dəstəkləyirlər. Elə bəlkə o görür, o yetər İran rejimi üçün. 15% ilə silah bunların əlində, neft pulu bunların əlində, hər şey bunların Təbii. əlində. O hakimiyyətə davam edə bilərlər. Amma birinci mən dedim, siyasi elitada biz ikiləmə, bölüşmə görməliyik və ondan daha önəmlisi repressiya maşını. Yəni İran bu baskın sistemi, yəni Sepahdır, İranın silahlı qüvvələridir, bəsizdir. Bunlarda hər zaman biz ikili gördük. Bir çat gördük, çatlama gördük ki, yarısı ya en azından 10%, 20% geldi xalqın tarafına. O biri dedi ki, yox, biz hələm rejim yanındayıq və lazım olarsa 1 milyonu da, 10 milyonu da asarıq, soyarıq, kəsərik. Yetər ki, İran İslam Respublikası qalsın, vilayət-i fəqih qalsın. Haçan biz bunu görsək, hələm indiyə qədər görməmişik. İran rejimi ən böyük qorxusu odur. Qorxusu o deyil. Əlbəttə ki, Amerikanın o sursatından, silahlarından Təbii ki. Xameneyi mənim ehtimalım odur ki, indi yenə qaçıb yeraltı yerlərdə, quyularda, nə bilim, şeylərdə yaşayır. Əlbəttə ki, o gəlib indi o Beyt rəhbəridə Xameneinin evi adlanan o Beyt rəhbəridə yaşamır bu günlər. Hər nə, bəlkə gəlir bir özünü göstərir orada o Xameneyi sevdalıları ilə bir foto şəkil ya və ya müsahibə aparır, söhbət, görüşmə olur, amma yenə gedir gizlənir. Onda şübhə yox, Xameneyi qorxur,
Sipah sərkərdələri qorxur, İran hakimiyyəti bu sayda heç 2003-də belə bir vəziyyət oldu. Bir də artıq ikinci müharibəsi, dünya müharibəsindən sonra biz bu qədər bu vəziyyət ki yığışsın, toplansın, bu sayda silah-sursat görməmişik. Bu İranı qorxudur, İran rejimini. Amma eyni zamanda da bunlar bilirlər ki, Amerika da tamam əyar, yəni komplet bir savaş istəmir. Amerika çalışır ki, bu Amerika açısından deyirəm, bu lənətlənmiş torpaqlardan geri çəkilsin. Yəni əskərlərini falan istəmir. Hər hansı bir silahlı bir huzuru olsun bu bölgələrdə. Ona görə İran da buna istinadən biraz çalışır ki, müzakirələrdə özünü yəni inatçı göstərsin, dirənsin, müqavimət eləsin. Amma haçan biz bunu görsək, repressiya qüvvələrində bölüşmə və elitada bölüşmə, o zaman biz deyə bilərik ki, artıq İran son günlərinə, aylarına, həftələrinə, aylarına yaxınlaşır. Əhməd bəy, bir məsələ də xalqın Mən onu da müqavimət. istədim, Elmir Ha, müəllim. buyurun. Bəli, onu istəyirdim deyəm ki, İran rejimi Amerikadan çox qorxur, çox da əndişəsi var bu vəziyyətdən. Amma ikinci məsələ elə sizin işarə elədiyiniz elita. İndi bütün o reformçuları, islah tələbləri alıb atıb içəriyə, zindana. Niyə? Çünki islah tələblərin bir qismi bir söhbətlər elədilər, rejimin xoşuna getmədi. Yəni söhbət ondan gedirdi ki, yəni nə olursa olsun, bədəli nə olursa olsun biz ödəyək, bir tamaməyar bir savaş, bir müharibə olmasın. Bu bizim evimizi yıxacaq. Bəzi reformçular, islah tələblər bunu deyirdilər. Biz indi görürük ki, bunları təkbətək gedib əl qoyurlar, bunları tuturlar, atırlar içəriyə. Yəni elitada, bəlkə siyasi elitada bu ilk göstərgələrdir, ilk nişanələrdir ki, bu ikilik, bu bölüşmə yavaş-yavaş başlayır. Bu İranın kabusudur. Bu İranın ən böyük qorxusu İran rejiminin budur ki, hakimiyyətdə, iqtidarda bu bölüşmə olsun ki, qarşıya həm millətə qarşı, həm xaricə, dışarıya qarşı nə kimi bir mövqe ortaya qoysunlar. Ə, Əhməd bəy, siz bunları danışdıqca mən düşünürdüm ki, ümumiyyətlə belə deyək də biz tarixdə totalitar rejimləri çox görmüşük. Amma bu rejimlər hər zaman belə deyək xalqa apellyasiya eləyir də. Məsələn, nasional sosializm də var. Nasionalın yanında bir milli sosializm var. Yaxud başqa Latın Amerikası rejimləri daima xalqa apellyasiya eləyir, daim xalqla sanki danışır. Burada isə İran rejiminin bax bu həmişə sakrala, yəni Allaha, metafizikaya demək apellyasiya edirdi. Burada qəribə bir məsələ baş verdi 25-ci ildə. Yəni ola bilər ki, islahat tələblər deyirsiniz. Onları məsələn içəri götürür, başqalarını həbs eləyir. Bunlar ola bilər, amma xalqın bu cür kütləvi şəkildə qırılması İran cəmiyyəti tərəfindən necə qəbul ediləcək? Axı elə bir cəmiyyət yoxdur ki, hətta nasional sosializm vaxtı, hətta Stalin rejimi vaxtı xalqa qarşı belə kütləvi ordu aksiyası olsun, kütləvi belə öldürülsün insanlar. Bu çətin idi. Belə bir məsələ, yəni belə deyim də, hakimiyyətin legitimliyinə çox ağır zərbə vurub bu. Yəni siz deyirsiniz bir 30 min yaxud 40 min dəhşətli rəqəmlərdir də bunlar. Siz İran cəmiyyətinə yaxşı bələd olan bir insan kimi necə düşünürsünüz? Bu İran cəmiyyəti axı bunu qəbul eləyə bilməz. Lap tutaq ki, Amerika ilə danışıldı, zərbə vurulmadı. Bu xarici məsələdir. Daxildə axı bu ölümlərlə, bu qətliamla necə yaşanılacaq? Axı istənilən hakimiyyətin xalqla bir danışığı olur da, müəyyən bir ideologiya olur, danışılır, müəyyən bir hədlər, qırmızı xəttlər olur. Bu axı bütün qırmızı xəttlər keçirildi. Bundan sonra Bəli. ola bilərmi ki, İran cəmiyyəti barışsın? Axı keçən dəfə Şah rejimi də belə bir şey eləmişdi və dalğa-dalğa gəlib axırda yenildi. Necə Bəli, düşünürsünüz? çox önəmli bir məsələyə toxundunuz. Bu Şiə kültüründə və yaxud İran kültüründə bu 40-cı gün mərasimi Hı və hı. elə həmin bu 40-ların 40-ı və bunun davamı Şah rejiminin getməsinə səbəb oldu. Elə İran Bitirdi rejimi. bitirdi. Hı hı. Bitirdi. Elə o vəziyyət İranda da biz görürük ki, indi həm ölənlərin o şəhid deyək, ölü deyək, hər nə onların
40-ını bunlar tutur, yəni millət o ailələri və İran rejimi çalışır ki, hətta onu da dağıtsın, ona da imkan verməsin və bu bir yəni istər İran kültürü olsun, Şiə olsun, İslam olsun, hər hansı bir ənənə, örf-adət olsun, ölüyə bir ehtiram olar, sayğı olar, ölüyə toxunmazlar, onun mərasiminə qarışmazlar. İran hətta bu hədləri də artıq aşıbdır. Biz getdikcə görürük ki, İranda o məşruiyyət ya legitimlik artıq daha söz konusu deyil. Ona heç İran rejimi gəlib o noxtaya çatıb ki, dediğim gibi her zaman her rejimin sizin saydığınız o sosyalist ülkeler olsun Latin Amerika'da, komünist ülkeler, Şimali Kore olsun veya başkaları belli bir kitle hakimiyetten faydalanan Təbii ki ki. İran büyük bir zat var, administration var, bürokrasi var. İrandan çörək yeyən sayıları çoxdur. İstər neft sektorunda olsun, istər başqa sektorlarda. Onlar əlbəttə ki, sonuna qədər İran rejiminin yanında olacaqlar, amma sayları azalır. Sadəcə onlar ki, İran rejimindən faydalanır, onlar indi yanındadırlar. Getdikcə bu legitimlik artıq ortadan qalxıb və bunlar sadəcə və sadəcə güclə, zorla, zorbacılıqla iqtidarda qalıblar. Amma bunun da əlbəttə ki, sonuna qədər bu yolla iqtidarda qala bilməzlər. Bu social contract və yaxud ictimai bir kontrakt var ya millətlə dövlət arasında bəlli kanallar var, yollar var, qapılar var, Tabii. pəncərələr var. Bu yollar, qapılar, pəncərələr getdikcə daralır, getdikcə qapanır, bağlanır. Artıq millətlə dövlət arasında hər hansı bir dialoq, hər hansı bir göz-gözə görüşmə yoxdur. Ona görədir ki, böyük bir ehtimal bunu artıq bir çox siyasi şərhçi, bir çox istihbarat təşkilatları bu noxtaya gəlib varıblar ki, bu 2026 İran rejiminin son ili olacaq. Tam zaman heç kəs bəlli eləyə bilməz. 2026-ya da qala bilsə, davam etdirə bilsə, artıq yəni bu son aylar, son illərdir. Onda heç şübhə yoxdur. Sadəcə zorla, zorbaçılıqla müqavimət eləmək olmaz. Amma təəssüf olsun ki, bunların ən qorxunc, ən təhlükəli məsələ budur ki, bu ideolojik və radikal şiyələr, bunlar Məhdiçi şiyələr, İmam Zamançı şiyələr, bunlar gerçəkdən buna düşünür, buna inanırlar ki, İran xalqının əksəriyyəti çünki istəyir rəfahda olsun, istəyir sekular bir həyat yaşasın, çox da dinin bütün hər şeyinə inanmır. Dinə inananların sayı da əlbəttə az deyil, amma dini bütün özel hayatın her şeyine karışmasına karşıdırlar. Özellikle yani mescidin ve siyasetin ayrı olmasının, dinin ve siyasetin ayrı tutulmasına inanır ekseriyyəti İran xalqının. Amma bu həstəyi səxt adlanan, yəni o çox aşırı, çox radikal həstə içərik. Bunlar təəssüf olsun ki, rahat əl çəkməyəcək. Çünkü bunlar buna inanır ki, bütün dünya səhv düşünür, bütün İran xalqı yanlış düşünür və sadəcə onlar doğru ideolojiyə, doğru düşüncəyə, doğru həyat tərzinə malikdirlər və ona görə də bunlar Həsən Nəsrullah kimi qalacaqlar. Lazım olsa 50 mərtəbəlik saxtamanların o altında, dibində gizlənəcəklər. Öyle. Amma şəhid Doğru. olacaqlar, öləcəklər, amma nə qaçmaq var, nə təslim olmaq var, böyük ehtimal və buna inanırlar ki, şəhid olsalar da o bir dünyada yeni bir həyat başlayır bunlar üçün. 70 dənə huri bunları gözləyir. Bu həm 72. bəsicilər 72 dənə huri bunları gözləyir. Bəsicilər, sipahilər və Xamenei və ona görə belə görmürlər ki, təviz vermək, müzakirə etmək, lazım olduğu zaman geri addım atmaq bunları bir fəzilət görmürlər. Bunları yəni bir günah kimi baxırlar bu məsələyə. Budur ki, vəziyyəti çətinləşdirir İranın gələcəyinə gəlincə. Evet, maraqlı oldu mənə. Bu son sualı verim, sizi çox yormaq istəmirəm. Yəni İran hakimiyyəti daxilində həqiqətən də artıq fanatiklər yenə də qalıbmı? Həmin o İran İslam inqilabı dövründən.
Yəni mənə elə gəlir ki, daha çox bürokratlaşmış belə bir elitaya çevrilib hakimiyyət. Yəni 1945-ci ildə Berlin alınarkən sona qədər vuruşan SS-çilər var idi. Doğrudan da faşizmə inananda var idi belələri. Hətta Nürnberg demək məhkəməsinə də hücum eləmək istəyən SS-çi qrupu var idi. Sonradan məlum oldu. Yəni belələri doğrudan da sonuncu sualdır bu Əhməd bəy. Doğrudan da fanatiklər mövcuddurmu? Belə çoxdurmu? Böyük bir ordumu yoxsa bunlar sadəcə hakimiyyətdən belə yeyən, çeynəyən belə bir ordudur, dəstədir. Sepah doğrudanmı belə bir fanatik bir qrupdur deyilən kimi, yoxsa bürokratik bir quruma çevirib? Sadəcə maraqlıdır. Siz Sepaha demək çətindir. Sepah bürokratikdən daha çox beyinləri yuyulmuş bir kitlədir. Amma məsələn Xarici İşlər Nazirliyinə gəlincə mən bunu əminəm ki, yəni çoxlarını tanıyırdım və əminəm ki, indi daha da vəziyyət dəyişib İran rejiminin əleyhinə. Çoxu onu bir iş kimi görürdü, bir gəlir qaynağı. Çünki İranda dövlət bürokrasi böyükdür. yox, Neft Xarici İşlər Nazirliyi bu aydındır. Bunlar bürokratdırlar. Mən bu o belə deyim, ərteşi demirəm, ordu başqa. Bu fanatikləri həqiqətən də Fanatiklərin onların sayı inandır. Sepahda da yəni az deyil. Heç kəs bunu yüzdə şəklində deyə bilməz. Məsələn, %30-u fanatikdir, %70-i sadəcə Hı. çörək peşindədir. Amma elə həman %30 da olsa, %20 də olsa, siz SS-çiləri misal verdiniz. Onlar Təxmin qalacaq edirəm. sonuna qədər və elə məsələ odur. Nə zaman bu Sepahın içində çat gördük, çatlaq gördük, o zaman çox ümidvar olmalıyıq ki, artıq az genə də heç kəs deyə bilməz İran təəssüflə burunlardan qan axmadan elə bir şey olmayacaq. Kəşke olsun. Biz hamımız ümid edərik, arzu edərik, dua edərik ki, elə bir dəyişiklik olsun. Amma ən az qan tökülməklə, ən az toqquşma ilə bir dəyişiklik olsun. Amma onların sayı da az gəlmir mənə görə. Əlbəttə ki, bir hissəsi pul üçün, iş üçün, imkanlar üçün gediblər Sipaha, amma sayları məncə az deyil. Ona görə elə odur məsələni dərinləşdirən. Demək onda siz belə qənaətdəsiz ki, böyük qan gözlənilir, təəssüf ki. Onu dilə gətirmək istəmirəm. Kəşke mən səhv eləyim, Mən də gəlim istəmirəm. bir ayrı bir proqramda gəlim sizə deyim ki, mən çox böyük bir səhv elədim. İran rejimi dəyişdi. İndi güllük gülistanlıq olub. Axı bir ayrı məsələ də var. Elmir, bəli, artıq biz bu verilişin sonuna gəlmişik. Ayrı məsələ də odur ki, indi Qərb dünyası gəlib Riza Pəhləvini dəstəkləyir. Riza Pəhləvi biz məsələn Güney Azərbaycanlılar olaraq Cumhuri İslami İran İslam Respublikasını bizlər Rıza Pəhləviyə tərcih veririk. Yəni pis və daha pis. İki dənə pis və daha Dəqiq. pis seçənəyimiz var. Pis indiki rejimdir, daha pis Rıza Pəhləvidir ki, anti-Türk, anti-Azərbaycan, anti-Ərəb deyir ki, Gizlətmir də, gizlətmir, açıq bəli, deyir bunu adam. çox açıq-aydın deyir ki, İran bir millətdir, bir dil var. Yəni elə həmin o siz SS-lərdən misal verdiniz. Onların nazilərin bir şüarı vardı. İndi mən siz hər halda Almanca bilirsiniz, mənə kömək eləyə bilərsiniz. Fölk, bir millət, bir Ein bayraq, Volk, ein ein Fölk, Land, ein ein Führer. Führer. Bunlar hətta Führerə gəliblər, Farsi müadil tapıblar qarşılıq. Fərəhvər. Fərəhvər Eləmi? yəni lider, rəhbər deyir ki, yek fərəhvər, yek lider, bir dənə lider, ön Führer, ön dil, bir dənə dil, bir dənə bayraq. Elə bir şey ola Bir bilərmi? ölkə. İranda sənin %30, %40 Azərbaycanlı vətəndaşın yaşayır. Yüzdə nə bilim filan Kürdün yaşayır, Qəşqai Türkün yaşayır. Necə sən bir millətdən danışa bilərsən? Necə sən deyə bilərsən bir dənə bayraq? Ona görə bu yəni deyirəm kəşke mən səhv eləyim, eləmiş olam və gəlim və burada yenə bir başqa bir verilişdə deyim ki, nə qədər mən səhv eləyirdim. İndi İran güllük gülistanlıq olub. Bu rejim getməlidir, onda şübhə yox. Amma nə cür, nə şəkildə getməlidir? Onun yerinə kim gəlməlidir? O məsələdir ki, biraz bizi qayğılandırır. Əhməd bəy, sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu çox ağır mövzular idi, biz müzakirə elədik. Bu məsələlər əlbəttə ki, bütün regionu silkələyəcək. Yəni istənilən halda, hətta Amerikanın zərbəsi olmasa belə bu məsələ bununla bitən deyil. Çünki İran daxilindəki problemlər bitməyib. Dekabr ayında nədən başladı bunlar? Bazarı bağladılar, alverçilər ən, yəni loyal adamlardır.
Alver eləyən, tacir olan adam siyasətlə qarışmır, pulunu qazanır. Onlar bazara bağladılar. Nəyə görə? Çünki məsələ iqtisadi cəhətdən bitmişdi. O heç bir hakimiyyət də o qədər kütləvi insan qətliamından sonra oturub rahat davam eləyə bilməyəcək. Biz ümid eləyək ki, bu işlər yaxşı məcrada bitsin, qan olmasın, sülh arzusu ilə. Amma biz davam eləyəcəyik bu mövzunu, çünki mövzu bitən deyil. Məsələlərin köklü, o siz demişkən ekzistensiyası bitməyib, həll olunmayıb. Adam öldürməklə bu məsələlər həll olunmur. Ona görə ümid eləyək ki, hər halda yaxşı bir şeylərə ümid eləyək və sizlə də davam eləyəcəyik inşallah. Çox sağ olun, sağlıqla qalın. Siz də sağ olun. Təşəkkür edirəm.